Salam, hər vaxtınız xeyir olsun. Deyir ki, elə münasibətlər var, insana xoşbəxtlik, elə münasibətlər var, bədbəxtlik gətirir. Bu toksik münasibətlər var. Burada 5 hal var. Sərhədlərə hörmətsizlik, özünə inamın azaldılması, mənasız qısqanclıq, tənqid alçaltma və daim olaraq boş-boş, mənasız, sıxıcı söhbətlər. İnsanlar hər zaman toksik üzlərini anidən göstərməzlər. Zaman keçdikcə. Biri görsən, anidən sərhədlərə hörmətsizlik yaranır. Bu ki, sevgidən basıb keçmək. Və nəticə etibarilə də səni özündən soyutduqdan sonra səni artıq boşluq çıxartmağa çalışır. Sənin üzündən elə oldu, sən günahkarsan. Bu ki, son 5-ci mərhələnin etapı. Səni günahkar hiss etdirmək. Səhv səndədir, yəni onda. O gəlir səni günahkar çıxardır. Və nəticə etibarilə nə yaranır? Toksik münasibətlər. Və toksik münasibətlərdən sonra artıq illərdir bir-birini istəyən şəxslər ayrıldı. Hansı ki, bir yumruq kimi gediklər vaxt ikən. Ona görə siz onu toksik münasibətlər görən kimi qaçın. Çünki toksik münasibətlər, yəni zəhərli münasibətlər artıq zəhər mərhələsinə çatıbsa, sizə heç vaxt xeyir gəlməz.